Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Bakının Ramana qəsəbəsində ətin qiyməti bahalaşıb. Dünəndən etibarən dana, quzu və qoç ətinin qiymətində 2-3 manat fərq müşahidə edilir. Xəbər verilir ki, Yeni Ramandan inzibati ərazi bölgüsünə daxil olan Şuşa şəhərciyində 2 gündür müştərilərə nisbətən baha qiymətli ət təklif olunur. Hazırda şəhərcikdə 1 kiloqram dana əti 17, qoç əti 15.50, quzu əti isə 21 manata satılır. 3 gün əvvəl isə dana ətinin qiyməti 15, bəzi qəssabxanalarda isə 14 manat olub. Quzu ətinin 1 kiloqramı isə 18-19 manatdan satılır. Qəssablar ətin qiymətinin artmasını dabaq xəstəliyi ilə bağlı təhlükənin aradan qalxması ilə əlaqələndiriblər. Onların sözlərinə görə indi insanlar dana əti almağa tərəddüd etmirlər. Dana ətinin tələbat artıb, bu isə qiymət artımına səbəb olub. Bahalaşmanın digər səbəbi isə yeni il bayramının yaxınlaşmasıdır. Bayram ərəfəsində kəndi məhsulunu baha satar. Biz də qiyməti qaldırmağa məcbur oluruq. Qəssab belə deyil.